Salam əziz izləyicilər, yenə də xoş gördük sizləri. Demək, bugün sizinlə MHM MIG sınaq kitabından belə bir məsələnin həllinə baxacağıq. Demək, bu tip məsələlərin belə deyək, həlli üçün bizim hazır düsturumuz var. Baxın, bu böyük çevrələrin radiuslarına tutaq ki, R1, R2 və kiçik çevrənin radiusunu, yəni hər iki çevrəyə toxunan və bunların ortaq toxunanına toxunan kiçik çevrənin radiusunu R ilə işarə eləsək, demək, bu məsələnin həlli üçün yenə də deyirəm, hazır düstur var. 1 bölünsün kök altda, demək, R bərabərdir. 1 bölünsün kök altında R1 plus 1 bölünsün kök altında R2. Bu düstura əsasən biz yazmaq istəsək, deməli, məsələdə bizə radiusları 9 və 4 olan iki çevrə və onların ortaq toxunan kiçik çevrə verilir. Demək, yaza bilərik buradan 1 bölünsün kök altında R, demək, bərabərdir 1 bölünsün kök altında 9 plus 1 bölünsün kök altında 4 bərabərdir olacaq 1 bölünsün demək 3 plus 1 bölünsün 2 ortaq məxrəcə gətirib bunu toplasaq alınacaq burada 6-da 5 və buradan alırıq ki kök altda R bərabər olacaq 5-də 6-ya buradan da alırıq ki demək R bərabərdir nə olacaq 36 bölünsün 25. Yəni cavab E variantı olacaq. Biz bunu düsturla həll elədik. Yaxşı, maraqlı bir sual çıxır ortaya ki, bəs düsturu bilməsək, düstur yoxdursa, bunu necə həll edə bilərik? İnşallah videonun altında rəylərinizi gözləyirəm. Yəni, düsturla olan halını mən yazdım. Düstursuz, yəni belə deyək də, öz üsullarımızla bunu necə həll edə bilərik? Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.